İslam dininin müsəlmanlar qarşısında qoyduğu ən böyük şərtlərdən biri də oruç tutmaqdır. Və təbii ki, Qurani Kərimdə vurğulanıb həm oruç haqqında, həm pis vərdişlərdən uzaq olmaq, donuz ətin qidalanmamaq. Bu təkcə dini baxımdan deyil, həm də sağlamlığımız baxımından vurğulanıb. Bununla bağlı nə məlumat verə bilərsiniz? Orucun orqanizmə xeyri, pis vərdişlərdən uzaq olmağın necə bir xeyri var və yaxud da bununla bağlı nələr deyilib Qurani Kərimdə? Qurani-Kərimdə orucla bağlı, bəlkə də mən düzgün xadimi deyiləm, səhv də eləyə bilərəm. Bəli. Məsələn, çoxlu müjdələr var oruçdan insanlar üçün. Deyir, mən məsələn, cənnətin xüsusi bir qapısı var, Reyhan qapısı ki, buradan ancaq oruç tutanlar keçəcək. Hətta oruç tutanların ağzı belə cənnətdə xüsusi qarşılanır ki, bu Allah Taala'nın çox xoşuna gələn bir idi, baxmayaraq ki, bəzi insanların xoşuna gəlmir. Yəni bunlar hamısı bəyənilən bir hallardır. Amma bizim o tərəfindən işimiz yoxdur. Əsas məsələ odur ki, oruclu insanın orucun faydası nədir insanlara? Bax, bu gün məsələn dünyada nəzəriyyələr var, hansı ki, üzdə gedən nəzəriyyələr və alimlər. Məsələn, Nişin, Paul Brek, Mike Ogullan və s. ki, bunlar bu dəqiqə dünyada çox üzdə gedən alimlərdir və bunların ideyaları yaşayır. Bunların ideyalarının əsasında aclıqla mübarizə durur. Azlıq, məsələn, şəkər xəstəliyinin özündə, məsələn, bizdə çox insanlar var şəkər xəstələri. Deyir, mən şəkərə, mən oruç tutmuram. Hətta həkimlərimiz də deyir, sən şəkərsən, sən oruc olmaz. Məndən soruşanda deyirəm ki, oruc olar, hətta lazımdır. Deməli, alimlər araşdırırlar ki, 14 saatdan çox ac qalan zaman qanda şəkərin səviyyəsi normallaşır. Hətta insulin ifrazı olmasa belə, glikogen ifrazı da olmur. Yəni, heç bir bədənə glukoza girmirsə, bədən bunu tələb eləmirsə, bu qanda bu öz-özünə normallaşır miqdarı və bu normallıq hesabından şəkər xəstəliyi özü tənzimlənir. Deməli, əgər insan 10 saatdan artıq ac qalırsa, mədə-altı vəzdə problem varsa, buna deyirlər pankreatit. Bu, pankreatit nədir? Pankreatit mədə-altı vəzinin şirəsi, mədə-altı vəzisinin özünün axacağı yoxdur. Öz şirəsi öz üstünə tökülən zaman bu pankreatit baş verir. Deməli, bu da niyə tökülür? Məsələn, öddə problem varsa, öd daşı varsa, daşsız və ya daşlı xolesistit, yəni öd yolları işləmirsə, bu zaman mədə-altı vəzinin axacağı olmadığından şirəsi apara bilən bir çay yoxdur deyə, öz şirəsi öz üzərinə axılır və bu özünü yandırır. Bax, pankreatit insanlar üçün ən faydalısı oruç tutmaqdır. Nəyə görə? Mədə-altı vəzi şirə ifraz eləmir və etmədiyi şirə özünü yandırmır. Yanmış olan mədə-altı vəzinin bir hissəsinin özünün regenerasiya prosesi gedir və zaman-zaman öz-özünə müalicə olunur. Halbuki pankreatit xəstəliyi, xroniki pankreatit xəstəliyindən insanlar var ki, o xəstəliyə tutulubsa həyatın axırına qədər gedir və heç bir halda müalicə oluna bilmir. Bundan başqa, oruçlu tutan zaman, yəni ac qalma ilə az qalan insanların bədənlərində xüsusi bir sorulma gedir. Məsələn, tutalım ki, biz səhər-səhər yeməyimizi yedik və günorta vaxtı yeməli, yemirik, orucuq, çünki və başlayır oynaqlardan geriyə sorulmalar. Hansı ki, şlaklar gəlir, burada artroz törədir, osteoxondroz törədir, sərtləşmələr törədir. Bax, bunların geriyə prosesi gedir. Yəni, osteoxondroz olan insanın osteoxondrozu yavaş-yavaş düzəlməyə başlayır. Bu, həm bizim bütün oynaqlarımıza, həm belimizə aiddir. Və bundan başqa, bizim bağırsaqlarımızın xüsusi bir filtr funksiyası var. Bu nə deməkdir? Məsələn, insan bir yeməyi yedi, 15 dəqiqədən sonra başqa birini yedi, 1 saatdan sonra başqa. Belə deyək ki, azmadan üst-üstə yeyir bu insan. Səhərdən axşama qədər yeyir. Bu insanın bağırsağında çürümələr başlayır. Çünki tam sorulmamış o birisi yemək gəlir. Tam sorulmamış o birisi yemək gəlir. Çürümə nə deməkdir? Çürümə olan insan sürətli dərəcədə tez qozalır. İkincisi, bağırsaqlarda xüsusi məməciklər var ki, orada xüsusi filtrlər yerləşdirilir. Yəni, belə deyək ki, məsələn, 5 mikrondan yuxarı olan hüceyrələri, qida maddələrini qana buraxmır, o filtrlər. İnsan hər 1 saatdan bir yemək yeyirsə, o filtr funksiyası pozulur. Bu nə deməkdir? O filtr funksiyası pozulursa o insanda sürətli şəkildə piylənmə baş verir.
Görürsünüz, bax, piylənmiş insanlar şəkərə tez tutulur, piylənmiş insanın qan damar sistemində xəstəliklər çox olur. Ümumiyyətlə, piylənibsə o insan, demək olar ki, onun üçün bir açıq qapıdır. Bütün xəstəliklər açıq qapıdır. İstəyir ürək qan damar sistemləri olsun, istəyir sistem xəstəlikləri olsun, bütün xəstəliklər bundan sonra başlayır. Bax, o filtr funksiyasının bərpası üçün oruç tutmaq lazımdır. Oruç tutan da bağırsaqların arasındakı o xovlarda həm daşlar sorulur, həm orada artıq çürüntü maddələri geriyə sorulma prosesi gedir, həm də orqanizm yenilənir. Bundan başqa, oruç tutan insanlar görürsünüz ki, bir 6-8 saatdan sonra özündə biraz balacana halsızlıq hiss eləyir, özündə bir balacana belə əsəbilik hiss eləyir. Bu nə ilə bağlıdır? Deməli, biz yeməkləri həddindən artıq çox yeyəndə, yeməklər bədənimiz bizə lazım olan qədərini sorur və lazım olmayan qədərini depoluyur. Toxumalarımızda bizim depoluyur. Elə bir ki, belə deyək, artıq kimi vurur ambara və bu ambarda qalır. Amma insan oğlu, belə deyək ki, heç vaxt oruç tutmursa, bu depoda, yəni ambarda qalan həmin bu bizim qida maddələrimiz orada başlayır, nətər deyilir, vaxtı keçməyə. Çünki bundan istifadə etmir insan. Daimi olaraq hazır şəkildə qidalarını yeyir. Və bu burada qalır, köhnəlir. Belə deyək ki, bunun sroku keçir. Bax, bu burada qalıb köhnələndən sonra, bax, buradakı həmin o maddələr insanın qan dövranını başlayır pozmağa. Amma oruçlu insan 4-5 saatdan, 6 saatdan sonra həmin o depodan başlayır istifadə eləməyə. O depo yenilənir, ambar yenilənir. Elə bir ki, ambarı biz təzələyirik. Bax, bu da çox vacib, önəmli. Bax, sağlamlıq yaşamaq üçün bu da vacib, önəmli şərtlərdən biridir. Bundan başqa, Avropa alimlərində elə deyək ki, son araşdırmalarına görə insanın 1-2 gün oruç tutması, yəni ac qalması faydalı deyil. Ən azından 26 gün olmalıdır bu. Bax, görürsünüzmü? Bəli, gəlir, çıxır bir aya denk gəlir. Bunlar 26 gün deyirlər ki, ən azı minimum 26 gündən çox olmalıdır ki, insan bunun faydasını görsün. Görürsünüz, bu da gəlir bizim bir ayımıza denk gəlir. Həqiqətən oruç çox nimətdir. Yəni, insanlar deyərdim ki, qaçırmasınlar. Həm savabın qaçırmasınlar, həm bədən üçün faydasını qaçırmasınlar. Faydalar böyüdür. Ən azından oruçlu açan zaman, yemək yeyən zaman birdən-bir həddindən artıq kütləvi şəkildə yemək yeməsinlər. Çünki oruç tutan insanın mədəsində bir kiçilmə əmələ gəlir, balacalaşma əmələ gəlir. Bu yaxşı bir şeydir. Yəni, bu balacalaşırsa mədə, deməli, bu insan oruç dönəmi bitəndən sonra çox yemək yeməyəcək. Çox yemək yemək də bir şey deyil. Yeməmək daha yaxşıdır. Yəni, belə deyək ki, indiki dövrdə piylənmə nəyə lazım? Bu bir xəstəlik mənbəyidir. Belə deyək ki, bir adam 5 adamın yeməyini yeməsi nəyə lazım? Elə ən azından bir öz payını yesin, bir 4-ünü də paylasın. Ən azından belə bir, bu Şirazinin gözəl bir sözü var ki, doyduqdan sonra yediyin yeməyi sən yeməkdənsə itlər yesə daha yaxşıdır. Yəni, gözəl bir sözdür. Yəni, ən azından özün yeyə bilmirsənsə, heç olmasa bir heyvanlar yesin. Amma insanoğlu bununla da razılaşmır, elə zubur nə gəldi yeyir. Sonunda da o həkim qalmır, bu həkim qalmır. Ən azından sağlam yaşamaq lazımdır, həkimlərə rast gəlməyəsin. Füzuli həkim, çox sağ olun. Ətraflı, faktlara istinad edərək çox gözəl bir verilişimiz oldu. Təşəkkür edirəm sizə gəldiyiniz üçün. Hörmətli tamaşaçılar, bir daha xatırladım ki, Sağlam Həyat verilişinin bugünkü qonağı həkim fitoterapevt Füzuli Hüseynov idi. Sağ olun, salamat qalın. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruç tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz. Müəyyən sayda olan günləri oruç tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruç tutmalıdırlar. Buna taqəti olmayanlar isə buraxdığı hər gününün əvəzinə bir kasıbı yedirtməklə fidyə verməlidir. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki,
sizə oruç tutmaq daha xeyirlidir. İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırt edənin açıq-aydın dəlilləri olan Qur'an Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruç tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruç tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O istəyir ki, siz buraxdığınız günlərin orucunu tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə onu uca tutasınız. Bəlkə şükr edəsiniz. Qullarım səndən mənim barəmdə soruşsalar, mən onlara yaxınam. Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da mənim çağrışımı qəbul edib, mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.